Allahümme salli ala Muhammed ve ali Muhammed ve accil ferecehum. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ala seyyidina Muhammed ve alihi tahirin. Allahümme salli ala Muhammed ve ali Muhammed. Rabbi şrahli sadri ve yessirli emri ve hlul uqdeten min lisani yefkahu kavli. Allahu Teala fi kitabihil kerim. Euzu billahi mineşşeytanirracim. Hazreti Emirel Müminin Ali ibn Abi Talib aleyhissalam Nehcül Bəlağənin Hikmət 21-ci xutbəsində Həzrət buyurur ki, Qurinətil heybətu bil xaybəti vəl-hayəu bil-hırmani vəl-favzatu təmurru mərrəs-sahab fəntehizu fəradəl-xayr. Həzrət Əmirəl-Müminin Ali əleyhissalam məşhur dillər əzbəri olan Nəhcül Bəlağəsində insanın əxlaqi keyfiyyətlərinə toxunur və təbii ki, biz istəyiriksə Allahın diqqəti, nəzəri, Allahın geniş rəhməti bizə nəsib olsun, halımıza şamil olsun. Mütləq şəkildə əxlaqi keyfiyyətlərimiz Allah istəyən kimi olmalıdır. Əxlaqi keyfiyyətlərimizi düzəltməliyik, özümüzü, rəftarlarımızı, qəlbi halətimizi Allah istəyən kimi formalaşdırmalıyıq ki, Allahın o rəhməti bizə də şamil olsun, Allahın mərhəməti bizə də şamil olsun. Çünki insanın əməl və rəftarı çox mühüm rol oynayır. Yəni, insan elə bir tərzdə əməl və rəftar yerinə yetirə bilər ki, onun yerinə yetirdiyi əməl və rəftar onun ruhiyyəsində, mənəviyyatında təsir qoyar və nəticəsi bu olar ki, o əməl və rəftar, o əxlaqi keyfiyyətlər Allahın rəhmətini insanın üzərinə cəlb etdirsin. Baxın, Həzrəti Əli əleyhissalam bu hədisdə Həzrəti Əmirəl-Müminin əxlaqi keyfiyyətləri tövsiyə eləyir, başa salır. Bizə öyüd nəsihət eləyir və buyurur ki, Həzrət, mən indi bu oxuduğum hikməti siz üçün tərcümə eləyəcəm. Heybət, uca görünmək, məhrumiyyətlə, həya zəifliklə, səxavət israfla, qənaət isə yoxsulluqla birləşmişdir. Gənclər, fürsəti qənimət bilin. Həzrəti Əmirəl-Müminin bu xutbəsində insanın əzəmətli, heybətli, uca görünməyini, yəni əxlaqi əzəmətinə toxunur. Həzrət buyurur ki, əgər istəyirsənsə Allah yanında, Peyğəmbər yanında, ilahi övliyalar yanında, müqərrəb mələkələr yanında əzəmətli bir heybətə sahib olasan, bu hər hansısa məhrumiyyətdən keçir. Məhrumiyyət dedikdə, yəni insan halala, harama, vacibata diqqət eləməklə, insan öz nəfsinə hakim olmaqla bu heybəti, bu əzəməti əldə eləyə bilər. İnsan nə qədər ki, harama münasibəti ciddi deyil, haramla olan münasibətini qırmayıb, əlaqəsini kəsməyib, insan Allah yanında elə bir əxlaqi keyfiyyətə sahib deyil. İnsanın himməti qədər, insanın əzmkarlığı qədər, ciddiyyəti qədər Allah yanında insan əxlaqi keyfiyyətlərə sahib ola bilər. Ona görə Həzrət Əmirəl-Müminin çox möhtəşəm buyurur ki, heybət, uca görünmək mərhumiyyətlədir. Yəni, nəyisə özünə qadağan etməklə, nəfsinə yox deməklə qane olmur. Yəni, nəfs əgər başını açıb bıraxsan, doymaq bilməyəcək, qane olmaq bilməyəcək. İnsanı hey rəzilətə,
hey insanı rüsvayçılığa, hey insanı aşağı çəkəcək. Ona görə Həzrət Əmir əl-Möminin buyurur ki, amma bir insan ki, himmətli ola, əzimkar ola, öz nəfsinə yox deməyi bacara, öz həva əvəzlərinə yox deməyi bacara, qadağan edə, o insan heybətli insan olacaq. Yəni ruhən, qəlbən əzəmətli bir əxlaqa sahib olacaq. Ardıca buyurur ki, həya zəifliklə ələ gələr. Yəni həyalı insan, belə deyim də, gərək bəzi məsələləri dərin düşünsün. Yəni həyalı insan. Baxın, biz elə özümüz bu sözü işlədirik. Çox həyalı insandır. Yəni hər hansısa bir günahın, bir Allahın istəmədiyi bir şeylə üzləşdikdə, onun Allahdan utanmaqlığı, Allahı görməkliyi, həya yəni insan günah müqabilində Allahı hazır və nazir görə. Allahı görməkliyi səbəb oldu ki, o günahla əlaqəsini kəsdi. Amma bu təbii ki, həya insanda bəzən, indi bunun bu tərəflərdə var ki, insanın bəzi cismani zəifliyinə də səbəb olur. Amma təbii ki, insan həya eləsə ibadətində ciddi olacaq. Namazlarında ciddi olacaq. Qəza namazı varsa qılacaq. Baxmayaraq zəifliyindən, cismani zəifliyinə səbəb olacaq. Boynunda qəza orucu varsa, orucuna nisbət çox ciddi olacaq. Çünki bilir ki, ölüm haqdır, Allaha qayıdacaq, sorğu-sual olunacaq. Hər hansısa bir vacib əməl boynunda olaraq Allahın huzuruna getməsin. Və orucun tutur və təbii ki, bu ibadətlər insanın cismində bir zəiflik yaradır. Amma bunun fərqində deyil. Fərqində olduğu məsələ, ciddi yanaşdığı məsələ Allah haqlarını əda etməkdir, yerinə yetirməkdir. Həzrət Adicə buyurur ki, səxavət israfla, yəni səxavətli olan insan israf eləməz. Bəzən bizim səxavətimiz, yəni belə deyim də, lazım olmayan yerdə istifadə olunur. Pulumuz, canımız, vaxtımız, ömrümüz. Elə tək səxavət puldan ibarət deyil də, bunu bilirsiniz. Səxavət insan elmindən, vaxtından keçməsi və digər məsələlər. Bunlar hamısı səxavət hesab olunur. İnsan gərək səxavətdə də çox ciddi olsun. Yəni pulunu, malını, canını elə hər yerdə lazım oldu, olmadı, hər yerdə istifadə eləməsin. Baxsın, harda mühümdür. Harda mühümdürsə o yerdə pulundan keçsin, elmindən xərcləsin, canından keçsin. Səxavətli olsun. Amma belə olmasa, insanın pulu da, canı da, ömrü də, vaxtı da hədər gedər. Yəni, israf olar. İsraf olar. Ona görə səxavət məsələsinə də çox ciddi yanaşmalıyıq. Yəni, haradakı lazımdır, orada xərclə. Məsələn, insan var, kimlərinsə xoşuna getmək üçün, kimlərinsə onu alqışlaması üçün lazım oldu, olmadı, yerdə pul xərcləyir. Kimlərinsə könlünü ələ alsın. Yox, səxavətli olmaq bu mənada deyil. Səxavətli olmaq odur ki, lazım olan yerdə infaq eləyəsən, xərcləyəsən, Allahla, əhl-i beytlə bölüşəsən. Mühüm məsələdir. Yəni, bunun üçün də mən bir meyar deyim, mühüm məsələsinə diqqət eləmək lazımdır. Bir əhəmiyyətli məsələ var. Əhəmiyyətli məsələ. Məsələn, elə belə misal çəkirəm. Məsələn, ehsan vermək. Ehsan vermək. Məsələn, bir məsciddə ehsan vermək və yaxud bir yerdə ehsan vermək. Amma bir də var, bu əhəmiyyətli məsələdir. Bir də var mühüm məsələ. Məsələn, bir insanın təhsilinə kömək eləmək, tələbə yetişdirmək. Məsələn, bir tələbənin oxuması üçün hovza, mədrəsə və yaxud universitetdə onun təhsilini öz öhdənə götürürsən. Bu təbii ki, sənin ehsan verməyindən qat-qat üstün və fəzilətli əməldir. Bu mühümdür. Çünki insan cəmiyyət üçün lazım olan kadrı yetişdirməlidir, ortaya qoymalıdır. Yəni, yemək, içmək, bu kimi məsələlər düzdür, yaxşıdır.
təbərrükdür, imam ehsanı vermək falan, biz demirik olmaz. Amma gərək əhəm mühüm məsələlərinə çox ciddi yanaşaq. Növbəti məsələdə Həzrət Əmir əl-Möminin buyurur ki, qənaət isə yoxsulluqla birləşmişdir. Qənaət eləmək. Baxın, qənaət budur ki, yəni paxıl olmaq yox ha. Yəni, belə deyim, əgər Allah sənə verirsə, bu verdiyi ruzidən gərək bölüşəsən ki, bərəkət tapsın. Allah verən ruzidən bölüşməsən, paylaşmasan, o ruzi bərəkət tapmayacaq. Amma yox, insan bu qədər qənaət etməməlidir ki, məsələn, mən pul üstə pul yığıram, deyirəm ki, yox, qənaət eləyim, filan, bəhmən və yaxud evdə zəruri alınası, məsələn, ləvazimatlar deyək, lazım olan yemək, içmək kimi şeylər lazımdır, almalısan, məsələn, elə hey, məsələn, qənaət eləyim, yox, bu qənaət deyil, bu ximiçlik deyirik də biz buna, bu paxıllıqdır, yəni bu cür olmaz. Qənaət o mənadadır ki, malını, əlində olan sərvətini lazım olan yerdə istifadə elə bu qənaətdir. Bu qənaətdir. Amma yox, lazım olmayan yerdə ximiçlik eləsən, yıxsan, elə hey toplasan, bu təbii ki, Həzrət Əmir əl-Möminin sözü ilə yoxsulluqdur. Həqiqi yoxsulluqdur. Yoxsulluq. İnsan lazım olan yerdə qənaət eləməlidir ki, ona yoxsulluq üz gətirməsin. Məsələn, bizim bir çox israf etdiyimiz ömrümüz, canımız, malımız səbəb olur ki, bizə yoxsulluq gətirir. Həm elmi cəhətdən, həm maddi cəhətdən, həm mənəvi cəhətdən. Çünki vaxtımız, zamanımız, elmimiz, pulumuz qənaətlə istifadə olunmadı. Lazım olan yerdə istifadə olunmadı. Ona görə bizim həm elmimiz, həm malımız, həm canımız, ömrümüz yoxsulluqla bizə üz gətirir. Həzrət ardıca buyurur ki, çox gözəldir, fəntəhizu fursal xayr. Həzrət Əmir buyurur ki, gənclərə, xüsusən burada gənclərə Həzrət Əmir əl-Möminin tövsiyə eləyir. Çünki gəncin ruhu buna bənzəyir ki, münbit bir şərait var onun ruhunda. Nə əksən, nə toxum töksən, o cücərəcək, o məhsul verəcək. Gəncin ruhu, onun ruhu potensialı bu qədərdir ki, ora nə qoysan, nə əksən, nə səpsən, o cücərəcək, o bəhrə verəcək, bar verəcək bir ağacdır onun ruhu. Ona görə Həzrət Əmir əl-Möminin gənclərin üzərində ciddi dayanır. Həzrət buyurur ki, fəntəhizu fursal xeyr. Yaxşı, Həzrət Əmir əl-Möminin, baxın biz gənclər Həzrət Əmir əl-Möminindən nəsihət istəyirik də, Həzrət Əmir əl-Möminin bizi nəsihət eləsin, bizə öyüd nəsihət eləsin. Çünki o bizim mənəvi atamızdır. Çünki o bizim səadət mənbəyimizdir. O bizi xoşbəxt edə biləcək bir imamdır. Həzrəti İmam Əli əleyhissalam bizə buyurur ki, gənclər, cavanlar, fürsəti qənimət bilin. Fürsəti qənimət bilin. Əgər fürsətdən, vaxtınızdan, zamanınızdan, ömrünüzdən yaxşı istifadə eləsəz, maksimum həddə gözəl istifadə eləsəz, siz xeyir əhli olacaqsınız. Siz səadət əhli olacaqsınız. Sizin axirətiniz daha gözəl olacaq. Siz Peyğəmbərlə, Əhl-i Beytinlə, ilahi övliyalarla məşhur olacaqsınız. Çünki siz bu dünyaya gəlmişsiniz, o həqiqətlərə qovuşasınız. Həqiqətə vəsl olasınız. Həqiqət anlayışı Peyğəmbər və məsum imamlardır, ilahi övliyalardır. Kim onların öyüd nəsihətinə əməl eləsə, olacaq onun ömrü, həyatı, Allah istəyən ömrü, həyat həqiqətə çevriləcək o insanda. Ona görə Həzrət Əmir əl-Möminin çox möhtəşəm buyurur ki, ey gənclər, ey cavanlar, fürsəti qənimət bilin, fürsəti yaxşı dəyərləndirin. Yatmaqla, əyləncəklə, nə bilim, boş, bihudə şeylərlə ömrünüzü hədər eləməyin. Ömrünüzü vəqf eləyin.
nəyə, elmə, gözəl əxlaqa, təlim, tərbiyəyə. Bu zaman sizin ömrünüz Allahın istədiyi ömür payı olacaq. Və təbii ki, mühüm mövzulardan da biri hədislərdə gəlibdir. Buyurur ki, "Bu'istu li'utammimə məkarimil əxlaq." Biz əziz peyğəmbəri, Allahın peyğəmbərini, Həzrəti Muhammed sallallahu aleyhi və aleyhi və səlləmi əxlaqi keyfiyyətləri tamamlamaq üçün məbus elədik, seçdik. Yəni Allah bizə bir dənə də mühüm bir ulluğu nümunə verir ki, bax bunun həyatına, bax bunun əxlaqi keyfiyyətlərinə, onunla həmsəfər ol, onunla həmrəng ol, onunla bu mənəvi səfərdə yoldaş ol ki, o bu zirvəni qət edən insandır. O Allaha çatmış bir insandır, kamil bir varlıqdır. Ki, əziz Peyğəmbərin də ən mühüm çağırışlarından biri nədir? İlk çağırışlarından buyururdu ki, "Qulu la ilahə illallah tuflihu." Deyin, Allahdan başqa məbud yoxdur, ta ki nicat tapasız, qurtuluş əldə eləyəsiz, doğruçulardan olasınız. Peyğəmbər gəlib bizə Allahı təqdim eləsin. Çünki bizim özümüz birbaşa Allaha çata bilmirik axı. Allah bizim o, belə deyim, zərif, incə məsələlərimizi bilir, agahdır. Ona görə bizim yanımızda öz cinsimizdən, ayələrə əsasən öz cinsimizdən, özümüz kimi bir insan göndərib, amma o əxlaqın zirvəsində ola bilir. Ki, bu da sənin kimi yeyir, içir insandır, amma bu kamil insandır. Bu Allaha çatmış insandır. İndi bunun əlindən, ətəyindən yapış, o əxlaqi keyfiyyətlərini düzəlt ki, Allahın rəhməti sənə şamil olsun. Əks halda insan oturub elə Allahın rəhmətinin intizarını çəkməməlidir. Vəssalamu aleykum cəmiən və rəhmətullah.